Salam əziz abituriyentlər, hər vaxtınız xeyir olsun. Bu gün mən sizlərə Dövlət İmtahan Mərkəzinin 14.07.2024-cü ildə keçirdiyi qəbul imtahanının fizika suallarını izah edəcəm. 31-ci sual. Metal üzərinə dalğa uzunluğu lambda olan işıq salındıqda qopan fotoelektronların maksimal kinetik enerjisi metalın çıxış işinə bərabər olur. Bu metalın üzərinə dalğa uzunluğu 0,5 lambda olan işıq saldıqda qopan fotoelektronların maksimal kinetik enerjisi metalın çıxışından neçə dəfə böyük olar? Əvvəlcə biz fotoeffekt üçün Einstein düsturunu yazırıq. Y foton bərabərdir. Y foton bərabərdir. A çıxış üstə gəlinsin Y kinetik maks. Foton enerjisi Y foton bərabərdir. HC böl lambda düsturuna hesablanır. Və lambda olanda kinetik enerji çıxış nə bərabər olur? Yəni A çıxış bərabər olub Y kinetikə. HC böl lambda bərabərdir A çıxış. Üstə gəlinsin Y kinetikin də yerinə A çıxış yazarıq. Buradan alırıq ki 2 dənə A çıxış bərabərdir HC böl lambdaya. A çıxışı tapanda olacaq HC böl 2 dənə HC böl lambda. Üzr istəyirəm, HC böl 2 lambda. HC böl A çıxışı buradan tapanda HC böl 2 lambda olacaq. Biz buna bir Y desək, onda çıxış olacaq Y bölünsün 2. Bax, bu burada dursun. Həmçinin kinetik enerji çıxışına bərabər olduğuna görə olacaq, o da Y bölünsün 2 olacaq. Bu burada dursun. Sonra bu metalın üzərində dalğa uzunluğu 0,5 lambda olan işıq salıblar. Yəni dalğa uzunluğunu 2 dəfə azaldıblar. Onda foton enerjisi 2 dəfə artacaq. Yəni olacaq 2Y. İndi yazıram Y foton 2 bərabərdir. A çıxış dəyişmir. Üstəgəl Y kinetik 2. Y fotonun yerinə mən burada dediyim kimi 2Y yazacağam. Bərabərdir. Çıxış əvvəl Y bölü 2 idi. O heç vaxt dəyişmir. Üstəgəlisi Y kinetik 2. Buradan Y kinetik 2'ni tapanda alıram 1,5Y. Deyir ki metalın çıxışları nə qədər çoxdur? Bax, indi aldıq ki Y kinetik 2 1,5Y'dir. A çıxış nə qədərdir? Buradan götürdük 0,5Y. Bunların nisbətini tapanda doğru cavab 3 alırıq. Yəni 1,5Y-ni 0,5Y-yə böləndə cavab 3 alınır. 32-ci sual. Uyğun bəndləri Euler-Venn diaqramında müəyyən edin. H1,3 nüvəsi və helium-2,4 nüvəsi. Deməli, 2 neytrona malikdir. Burada neytronların sayını tapsaq, bilir ki, elementin aşağısı Z, yuxarısı A, neytron sayı tapanda da A'dan Z-i çıxarıq. İndi burada 3-dən 1-i çıxanda 2 eləyir. Burada da 4-dən 2-ni çıxanda yenə 2 eləyir. 2 neytrona malikdir sözü ortaya gedəcək. Yəni 3-cü bəndə gedəcək. Onda A bəndi, B bəndi, D bəndi çıxır. Düzgün cavab var. 3 nuklona bərabər. Bilirsiniz ki, bu A nuklon sayıdır. Nuklon sayı burada 4'tür, burada isə 3'tür. Bu birinciyə gedəcək. Bir protona malikdir. Burada protonların sayı 2'dir, burada protonların sayı 1'dir. Bir protona malik yenə birinciyə gedəcək. Deməli, 2, 3 birinciyə gedəcək. Onda D variantı da burada səhvdir. C variantı çıxdığına görə cavab Y variantı. Amma yenə də biz digər variantları araşdıraq. Proton və neytronların sayı eynidir. Burada neytron sayını 2 tapdıq. Proton sayı da, yəni Z də 2'dir. Burada isə proton sayı Z 1'dir, neytron sayını isə 2 tapdıq. Deməli, bu cümlə ikinciyə gedəcək. Kütlə ədədi yük ədədinə nisbəti 2-yə bərabərdir. Kütlə ədədi, yəni A-nın Z-ə nisbəti 2-yə bərabərdir. Burada 2'dir, burada isə nisbət 3'dür. Ona görə də bu cümlə də yenə ikinci varianta gedəcək. Doğru cavab Y variantı. 33. Cismə təsir edən qüvvənin yerdəyişmənin modulu və bu qüvvə ilə yerdəyişmə vektorlasının bucağın kosinusu hasilinə bəb olan fiziki əməliyyat adlanır mexaniki iş. Yəni Y variantı. A bərabər Fs kosinus alfa. 34. Lövhələr arasındakı məsafə məlum olan müstəvi kondensatorun birinci elektrik sahəsinin intensivliyi
hansı cihazın göstərişinin köməyi ilə təyin edilə bilər? Deməli, intensin düsturunu yazırıq. Y bərabərdir U bölünsün D. D artıq bizdə məlumdur. U-nu nə ilə ölçürlər? Voltmetrlə. Doğru cavab B variantı. 35-ci sual. Koordinatın zamandan asılı qrafiklərinə əsasən hansı cisim t bərabər 0 anında sürəti 0-a bərabər ola bilər? Yadınızda saxlayın, əziz abituriyentlər. V0 0 olan hal yalnız cismin bərabər yeyinləşən hərəkəti üçündür. Yəni, yeyinləşən hərəkət edən cisim başlanğıc sürəti 0 ola bilər. Məsəl üçün, bu cisim burada dayanıb, V0 0-dır. Sonra buna biz qüvvə tətbiq edirik, sürətini V-yə qədər artırırıq. Burada bir təcil yaranır. Bərabər yeyinləşən hərəkət olur. Amma yavaşan hərəkətin başlanğıc sürəti 0 ola bilməz. Çünki bu cismin sürəti azalması üçün əvvəlcədən məlum olan sürəti olmalıdır. Bir də bərabər sürətli hərəkətin başlanğıc sürəti 0 ola bilməz. Çünki bu cisim hərəkət edirsə, demək müəyyən bir sürətə malik olub və o sürətlə sabit hərəkət etməlidir. Ona görə də burada birinci qrafik bərabər yavaşan hərəkəti xarakterizə eləyir. Bu cisim başlanğıc sürəti 0-a bərabər ola bilməz. İkinci qrafik bərabər sürətli hərəkət xarakterizə edir. Bunun da başlanğıc sürəti 0 ola bilməz. Amma üçüncü hərəkət bərabər yeyinləşən hərəkəti xarakterizə edir. Bu hərəkət V0 0 ola bilər. Yəni, eşitmişsiniz də, yəqin ki, sükunət vəziyyətindən bərabər yeyinləşən hərəkətdən cisim. Ona görə də burada cavab olacaq yalnız 3. Çünki 0-a bərabər ola bilər soruşur. 34-cü sual. Ferromanit işli sarğacdan çıxarılması nəticəsində sarğacın maqnit enerjisi və maqnit indüksiyasının modulu necə dəyişir? Yadınızda saxlayın. Maqnit nüfuzluğu mü olan maddədir. Onu biz oradan çıxartdıqda B bərabərdir mü B0-a görə. Çıxardan zaman mü-nü azaltmış oluruq. Onda B azalacaq. Ümumiyyətlə yadınızda saxlayın. Ferromaniti çıxardanda maqnit indüksiyasıdır, maqnit sahəsinin enerjisidir, maqnit selidir, induktivlikdir. Bunlar hamısı mü ilə düz mütənasibdir. Yəni, mü artanda artır, azalanda isə azalır. Burada çıxartdığına görə mü azalır, ona görə hamısı olacaq, cavab olacaq azalar, azalar D variantı. Daxili dəyər olsaydı, onda artar cavab olardı. 37-ci sual, bloklar sistemi qüvvədə neçə dəfə qazanc verir? Qazanc MJ-ni biz neçəyə bölürüksə o qazancdır. Məsələn, deyirik ki, tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Yəni, MJ bölü 2, bu 2 qazancı bildirir. Yəni, daha ağır cismi o ağırlığından daha az qüvvə ilə biz qaldırırıqsa, ona biz qazanc deyirik. Və burada F-dirsə, bu ipin gəlib bura keçdiyi hissə də F olacaq. Davam eləyirik, bax, burada F olacaq. MJ ağırlıqlı bir yükü 2 dənə F tarazlıqda saxlayır. 2F bərabərdir MJ. Buradan F-i tapanda olur MJ böl 2. Deməli, bu sistem qüvvədə 2 dəfə qazanc verir. 38. Birinci maqnit sahəsində çevrə üzrə bərabər sürətlə hərəkət edən zərrəciyin elektrik yükünün modulu hansı ifadə ilə təyin olunur? Tezliyin düsturunu yazırıq. Tezlik bərabərdir QB böl 2 PM. Biz buradan Q-nü tapanda Q bərabər olacaq 2 PM nu bölünsün B. Belə bir variant B variantına var. 39-cu sual. Qapalı konturda mayın üzərindəki buxarın molekullarının konsentrasiyasının mütləq temperatur qrafikinin verilmiş hissələrində buxarın kütləsi üçün hansı ifadələr doğrudur? AB hissəsi, bax burada adlandıraq, ABC hissəsi. AB hissəsi doymuş buxardır. Çünki NT-dən kəskin asıdsa, bu doymuş buxara uyğun idi. Doymuş buxar sabit həcmdə konsentrasiyası temperaturdan kəskin asılıdır. Həmçinin kütləsi kəskin asılıdır, həmçinin təzyiqi, həmçinin sıxlığı. Deməli, 1-2 hissəsində kütlə artır. Onda C, Y variantları gedir.
və 2-3 hissəsi doymayan buxardır. Doymayan buxar ideal qaz qanunlarına tabedir. Qapalı qab deyirsə, həcm sabitdir və konsentrasiya da sabitdir. Konsentrasiyanın üstünü ideal qaz qanunlarına tabedirsə yaza bilərik M böl V. Əgər N də sabit, V də sabitsə, deməli molekulların sayı da sabitdir. M də bərabər M0 N olduğuna görə, molekulların sayı sabit olduğuna görə M də sabitdir. Ona görə də cavab olacaq A bəndi. Ümumiyyətlə qayda olaraq yadda saxlaya bilərsiniz ki, doymuş buxarın kütləsi temperaturdan kəskin asılıdır. Doymayan buxarın kütləsi isə qapalı qabda temperaturdan asılı deyil. Yəni sabitdir. Necə ki, ideal qaz qanunlarında mütləq kütləni sabit saxlayırdıq ha, ki, proses icra olunsun. Burada da belə yadda saxlaya bilərsiniz ki, doymayan buxar ideal qazdır və ideal qaz zamanı isə kütləsi sabit saxlamalıyıq. 40-cı sual. Tərəfi 10 sm olan kvadrat şəkilli lövhə sabun məhlulunun səthinə toxunur. Lövhəni məhlulun səthindən ayırmaq üçün tətbiq olunan qüvvəni hesablayın. Belə bir qabımız var bizim və qabımız maye ilə ya da su ilə doludur. Burada da bir kvadrat şəkilli bizim lövhəmiz var. Kvadrat şəkilli lövhəni biz buradan ayırmaq istəyirik F qüvvəsi ilə. Bunun üçün biz ağırlıq qüvvəsinə qarşı bir də səthi gərilmə qüvvəsinə qarşı bu qüvvəni tətbiq etməliyik. Yəni F qüvvəsi minimum, F səthi gərilmə ilə mg'nin cəminə bərabər olmalıdır ki, bunu buradan qopara bilsin. İndi burada düzgün hesablamalar lazımdır. Milli Newton 10 üstü mənfi 3 Newtondur. Yəni biz hesablamalarımızı 10 üstü mənfi 3 şəklində eləməliyik. F bərabərdir. Səthin gəlmə qüvvəsi sigma L'dir. Üstəgəlsin mg. Bu L burada bu kvadratın tərəflərinin uzunluğudur. O da bilirsiniz ki 4A'ya bərabərdir. Onda olacaq 4A sigma üstəgəlsin mg. A burada kvadratın tərəfinin uzunluğudur. Gəlin hesablayaq. F bərabər 4 vurulsun. 10 santimetr 10 vurulsun 10 üstü mənfi 2 deməkdir. Sigmanın qiymətini burada verib 4 vurulsun 10 üstü mənfi 2. Üstəgəl mg 10 qram 10 vurulsun 10 üstü mənfi 3 kiloqram deməkdir. Vurulsun J'nin qiyməti də 10'dur. O da bərabərdir. Bax, bu eləyir 10, 10, 100 eləyir. 10 üstü mənfi 3 də qalsın. Olacaq 100 vurulsun 10 üstü mənfi 3. Gəlin buranı hesablayaq. 4 4'ün 16 vurulsun. 10 üstü mənfi 2, bu da 10 üstü mənfi 3. O da eləyəcək 116 vur 10 üstü mənfi 3 Newton. 10 üstü mənfi 3 Newton milli Newton olduğunu dedik. Onda bu olacaq 116 milli Newton. Doğru cavab A bəndi. 41. Rəqs kontrolundakı cəryan şiddətinin amplitud qiymətinin, xarici gərginliyin dövrü tezliyinə asılı qrafiki verilmişdir. Sarğacın induktivliyin 1,25 millihenri olarsa kondensatorun tutumunu hesablayın. Burada məxsus tezliyi 4 götürürük. Omega bərabərdir. 1 bölünsün kök altda elci. Yəni, hər tərəfi kvadrata yüksəldirik. Omega kvadrat bərabərdir. 1 bölünsün elci. Buradan C'ni tapanda olacaq 1 bölünsün omega kvadratı L. Vəssalam, hesablamalar aparırıq. 1 bölünsün 1,25 4də 5 deməkdir. 4də 5 10 üstü mənfi 3 vurulsun. L bizdə 4 vurulsun 10 üstü 3'ün kvadratı. Yəni 4'ün də kvadratı təbii ki 16 eləyər. Bir dəfəni yazaq. 16 vurulsun 10 üstü 6. 16 ilə bu 4 gedir. Burada qalar 4. 4 5'in 20. 20'də 1 vurulsun 10 üstü mənfi 3. Yox, 10 üstü 3. Bu da eləyər 0,05 10 üstü mənfi 3. Bu da eləyər 50 vurulsun 10 üstü mənfi 6. Yəni 50 mikrofarad. Testin doğru cavabı olacaqdır B variantı. İnşallah ki hesablamada səhv etmədim. Növbəti sual.
Uzaqdan görmə qüsurlu olan gözdə AB şüalarının hansı nöqtədə kəsişər? Deməli, uzaqdan görmə nöqsanlı gözdə şüaların kəsişmə nöqtəsi bu torluq işada deyil, ondan arxada alınır. Bu şüalar burada bu formada kəsiləcək. Yəni 4 nöqtəsində. Yaxından görmə olsaydı doğru cavab 2 olardı, normal göz olsaydı 3 olardı. 43-cü sual. Şaquli yuxarı atılmış cismin potensial enerjisinin zamanası qrafiki hansıdır? Yuxarı atılan cismin potensial enerjisi hündürlük artdığına görə əvvəlcə artır, sonra gedib müəyyən bir nöqtədə dayanır, atdığı cisim yuxarı gedir. Hündürlük artdığına görə potensial enerji artır, sonra sərbəst düşür. Hündürlük azaldığına görə potensial enerjisi azalacaq. Doğru cavab A bəndi olacaq. Deyə bilərsiniz ki, D də olarmı? Olmaz, çünki xətti qanunla azalmır axı. Aydındırmı? Deməli, bunun koordinatı y bərabərdir y0 minus gt kvadrat bölü 2-dir. Bu bir növ yavaşın hərəkətdir. Yavaşın hərəkətdə biz ki, qrafik belə olurdu. Sonra sərbəst düşəndə y bərabər olur h minus gt kvadrat bölü 2. Yəni, müəyyən bir qiymətdən başlayır, y oxun əksinə azalmağa doğru. Ona görə də burada xətti funksiya ola bilməz bu qrafik. Bu qrafik olar sürətin zamanası qrafiki, impulsun zamanası qrafiki və bunlar olar. Xətti qanundandır. Çünki t-nin üzərində kvadratı yoxdur. 44-cü sual. Sıxlığı suyun sıxlığından böyük olan cisim boş qabın içərisində ipdən asılıb, su qaba doldurularkən suyun səviyyəsinin hansı intervalında ipdə ilə gəlmə qüvvəsi azalacaq? Hələlik burada bu qab boşdur. Bu su dolana qədər, yəni B səviyyəsinə gələnə qədər ipdə ilə gəlmə qüvvəsi bu cismin ağırlığına bərabərdir. Yəni T bərabərdir mj-yə. Və burada B səviyyəsinə çatdıqdan sonra artıq bu cisimə maye tərəfindən bir Arximed qüvvəsi təsir edir. Yəni T bu dəfə, T1 deyirəm, T2 bu dəfə olacaq mj minus F Arximed. Və get-gedə bunun batan hissəsi artır. Batan hissə artdığına görə Arximed qüvvəsinin rho vj düsturuna görə batan hissə artdığına görə Arximed də artır. Arximed artsa bu mənfiyə görə T azalacaq. Yəni əvvəlki kimi daha T2 T1-ə bərabər, mj-yə bərabər olmayacaq. Yəni T2 T1-dən az olacaq. Artıq nəhayət C nöqtəsinə çatanda artıq daha ondan sonraki suyun artımı T-nin gəlməsinə təsir etməyəcək. Çünki V batan artıq cisim bütöv həcminə batıbdır. Arximed ondan sonra dəyişmir. Arximed dəyişmədiyinə görə T3 də artıq dəyişməyəcək. Elə bunun qrafiki belə olacaq. Əvvəl deyək ki, mj-dən sabit, bir anlıq BC hissəsində artacaq, sonra yenə sabit qalacaq. Yox, mən səhv dedim. Əvvəl daha çox idi. mj idi. Əvvəl mj idi, sonra azaldı bir anlıq, sonra sabit qaldı. Qrafik belə olacaq. T-nin deyək ki, zamandan asılı qrafik. Ona görə də harada gəlmə qüvvəsi azaldı? Yalnız BC hissəsində. Doğru cavab A bəndi. Növbəti sual. X oxu üzərində harmonik rəqs edilən maddi nöqtənin təcilinin proyeksiyası AX bərabər 20 sinus 2 pi t qanunu dəyişir. Rəqsin amplitudunu hesablayın. Təcilin amplitud qiymətini yazırıq. AM bərabərdir. Omega kvadratı vur xm. Buradan xm-i biz tapırıq. Alırıq ki, AM bölünsün omega kvadratı. AM bizdə 20-dir, bölünsün 2pi-nin kvadratı, yəni 4pi kvadrat. Bilməlisiniz ki, A bərabər AM sinus omega t-dir. Yəni, bunlar burada AM 20 olduğunu, omeganın 20pi olduğunu görürük. İndi bu da eləyir 20 bölünsün 4 vurulsun pi kvadratında 10 verirdi. Bu da eləyər 40-da 20, yəni 0,5 cavab C variantı. 46. İçərisində qaz olan kolba maye manometr ilə birləşdirilir. Kolba su olan qabda salındıqdan sonra manometrin göstərişi necə dəyişər? Burada səviyyələr eyni idi. Demək, burada atmosfer təzyiqi, buna bir P0 deyək. Burada da qazın təzyiqi vardır. P qaz. Qazın təzyiqi atmosfer təzyiqinə bərabərdir. Burada görürük ki, bu atmosfer bu qabın içindəki civəni vurub çıxardıb yuxarı.
Deməli, atmosfer təzyiqi P atmosfer P qazdan çox olubdur. Burada atmosfer təzyiq dəyişməyib. Ha, dəyişən bu qabdakı, bu balondakı qazın temperaturudur. Çünki bura salındıktan sonra bu proses baş verdi. Demək ki, buradakı təzyiq azalıb. Demək ki, qazın təzyiqi hansısa yolla azalıb. Buradan görürük ki, kolbanın həcmi dəyişməyib. Ancaq hansı yolla azalıb? PV bərabər nÜRT. Temperatur azalıb ki, təzyiq azalıb. Deməli, qazın temperaturu burada azalmışdır. Doğru cavab B bəndi. 47. Verilmiş riyazi rəqqasda rəqsin amplitudunu artırdıqda rəqslərin tezliyi və tam enerjisi necə dəyişər? Üzr istəyirəm. Rəqslərin tezliyi riyazi rəqqas üçün yazırıq. 1/2 pi kök altda j bölünsün L. Ümumiyyətlə biz bilməliyik ki, riyazi rəqqasın tezliyi və periodu amplituddan, xm-dən asılı deyil. Deməli, tezlik dəyişməz. Dəyişməz olmayan cavabları dərhal çıxırıq. Tam enerjinin üstünü yaza bilərsiniz. Məsəl üçün, K, riyazi rəqqas dediyinə görə indi K ilə getməyək. Gedək mv maksimum kvadratı böl 2. V maksimumda düsturu omega vur xm-dir. Yerine yazırıq, olur m vurulsun omega kvadratı xm-in kvadratı. Bölünsün 2. Deməli, xm-lə kvadratik asılıdır. Yəni, amplitud artdığımız zaman, yəni xm artdığı zaman tam enerji artacaq. Ona görə də doğru cavab olacaq, dəyişməz artar D variantı. 8. Həcmi 100 kub santimetr olan bir cins cismin təcilinin ona təsir edən əvəzləyici qüvvədən asılı qrafiki verilmişdir. Cismin sıxılığını hesablayın. Hesablayaq. Deməli, biz əvvəlcə kütləni tapmalıyıq. M bərabərdir F bölünsün A-dan. Yəni 4 bölünsün 10 yaxud 8 bölünsün 20. Bu da eləyir 0,2 kiloqram. Üzr istəyirəm 0,4 kiloqram. İndi həcm 1 kub santimetr ya da 1 santimetr 10 üstü mənfi 2 metrdir. İndi 100 kub santimetri 100'ü saxla, 100'ü yazıram 10 üstü 2 kub santimetri mən çevirməliyəm kub metrə. 10 üstü 2 santimetr sözünün yerinə 10 üstü mənfi 2 metr yazacağım. Onun da üstündə kub var. Onun da kubu. Bu deyiləcək 10 üstü 2 vur 10 üstü mənfi 6. Yəni 10 üstü mənfi 4 kub metr. Çevirmə elədim. Evet, salam çevirmə elədimsə V bərabər M böl R'dur. Daha doğrusu buradan R'nu tapaq. R bərabər M böl V. M bizdə 0,4'dür. Vurursa 10 üstü mənfi 4. Bu deyiləcək 4000 kilogram böl metr kub. Cavaba bəndi. 49. Mənfi yüklü zərrəcik bir cins elektrik sahəsinə daxil olur. Hansı qrafik elektrik sahəsinin gördüyü işin zaman asılığını ifadə edir? Mənfi yükə təsir edən qüvvə Y-nin əksinə yönəlir. Və burada görürük ki, qüvvə ilə sürət eyni istiqamətdədir. Deməli, bu zaman iş müsbət olacaq. Və elektrik sahəsinin gördüyü iş A bərabərdir Fs. F-in yerinə biz Q'ye yazırıq. S-in yerinə bu yeniləşən hərəkət üçün yazırıq ki, V0T üstə gəl AT kvadratı böl 2. Və mən görürəm ki, A T ilə kvadratik aslı olacaq. Doğru cavab C variantı. 50-də bucaq sürəti soruşulur. Omega bərabərdir fi bölünsün T. Yəni 24 böl 8 eləyər 3. Cavab C variantı. 51. K açarını açdıqda dəyişən cəryan dövrəsinə qoşulmuş ampermetrin göstərişi necə dəyişir? Deməli, burada biz sualı daha yaxşı başa düşmək üçün sualın şəklini çəkməliyik eyni ilə. Deməli, əvvəl bağlıymış. Bağlı olan bu hal üçün. Qalsın, indi açıq olan hal üçün də bu şəkli çəkək. Ampermetrin şəklini çəkdik. Bu formada.
Hə, indi burada K açarı açıqdır. Cəryan əvvəlcə buradan gəlir, həm yuxarıdan, həm də aşağıdan keçir. Ona görə də əvvəl dövrənin ümumi tutumu olacaq ikisi. K açarını açdıqdan sonra cəryan artıq yuxarıya getmir. Açıqdır dövrə. Aşağıdan keçir, gedir. Ancaq dövrənin sonraki tutumu olacaq S. Sonra tutumu olacaq S. Bunlar burada dursunlar. İndi bu dövrə üçün ohm qanunu yazırıq. I bərabərdir. İm bərabərdir. Uyem omega S. S ilə düz asılıdır. Əvvəl I maksimum 1 bərabərdir. Yazacağım ki Uyem omega vur 2S. Çünki paraleldə tutum toplanır axı. Buna bir 2I deyək məsələn. 2I. İndi cəryan buradan gəlir. Mən sizə dərinliyə getirmirəm. Məsələn, İm böl kök altdakidir. Yəni bunu məni qınamayın. Yəni rahat olsun deyə deyirəm. Ta ki bu 2 idi. 2 buradan gəlir. İ yuxarıya gedəcək, İ aşağıya gedəcək. Çünki bərabər paylanacaq. Əvvəl orada buradan İ cəryanı keçir. İndi sonra nə olacaq? Bax buradan yazıram ki, sonra nə baş verəcək? Sonra artıq S-dən gedəcək cəryan. Onda I2, I maksimum 2 bərabər olacaq. Uyem omega S. 2 Uyem omega S 2 idisə onda bu olacaq I. İndi bu dəfə buradan I cəryanı gələcək. I cəryanı gələcək, yuxarıya keçə bilməyəcək. Buradan I cəryanı da keçib gedəcək. İndi baxın. Əvvəl buradan nə qədər cəryan keçmişdi? I cəryanı. İndi nə qədər keçdi? Yenə I cəryanı keçdi. Ona görə buradakı ampermetrin göstərişi dəyişməz. Doğru cavab B variantı. Hə, ampermetr bura qoşulsaydı 2 dəfə azalardı. Necə ki, bu il situasiya sualına düşmüşdü. Əziz birinci qruplar. Situasiya sualına düşən sualdır. Görürsünüz, baxın, 2024, o da 2025. 52. Joule vur, amper vur, saniyə ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Deməli, mənim ağlıma ilk gələn Joule'un açışı olub. Joule'un açışı nədir? IUT düsturu var. IUT-ni yazsam mən burada. Hardan gəlir IUT? Elektrik cəryanının gördüyü iş B idi. A bərabərdir IUT. Yəni Joule bərabər idi amper vur volt vur saniyə. Deməli, mən burada Joule'un yerinə yazacağım amper vur volt vur saniyə. O birlər qara ilə yazıram ki, biləsiniz ki, onlar qalıb yerində. Amper vur saniyə qaldı yerində. Məxrəcdə də volt var idi. Voltlar gedir, nə qalır? Qalır kök altda amper kvadratı, saniyə kvadratı. Amper vur saniyə, amper kvadratından amper çıxır, saniyə kvadratından saniyə çıxır. Amper vur saniyə kulonun vahididir. Çünki Q bərabərdir, I vur T idi. Yəni kulon bərabərdir, amper vur saniyədir. Yəni burada doğru cavab olacaq elektrik yükü. 53-cü sual. 1 millimetrdə 500 ştrixi olan difraksiya qəfəsindən alınan spektirdəki maksimumların ən böyük tərtibini hesablayın. Qəfəsin üzərində düşən işığın dalğa uzunluğu 0,4 mikrometrdir. Belə suallar düşür adətən qəbula. Burada maksimum tərtibdə isə sinus fini biz təqribi də olsa 1-ə bərabər eləyəcəyik. Onda K maksimum lambda bərabərdir D. D-nin düsturu L böl N-dir. Onda K maksimum lambda bərabərdir L bölünsün N-ə. Və bizdən ən böyük tərtibi soruşur. Hə, lambda söhbəti də var burada. Hə, lambda var. K maksimum tapanda K maksimum bərabər olacaq. L bölünsün N vurulsun lambda. L bizdə 10 üstü mənfi 3'dür. N bizdə 500'dür. 500'ü mən 5 vur 10 üstü 2 yazıram. Vurulsun dalğa uzunluğu 0,4 mikrometr də 10 üstü mənfi 6 deməkdir. O da bərabərdir. 10 üstü mənfi 3 ilə 10 üstü mənfi 6 gedir. Burada qalır 1. Burada qalır 10 üstü mənfi 3. 5'i 0,4'ə vuranda 2 eləyir. 2 vur 10 üstü 2 də burada qalmışdı. Bu da eləyir 1 vurulsun, 2 vurulsun 10 üstü mənfi 1. Bu 10 üstü mənfi yuxarıya 10 kimi qalxır. 10 bölünsün 2. Bu da eləyəcək 5. Doğru cavab 5. 54. Dövrədəki ampermetrin göstərişi 24 milliamperdir. Mənbəyin gərginliyi dəyişmədən qütblərinin yerini dəyişsək,
Ampermetrin göstərişi nəyə bərabər olar? 2022-ci ildə də eyni belə bir sual düşmüşdü. Orada sadəcə rəqəmlərin fərqli idi. İzah eləyək. Əvvəlcə diodun qoşulma mexanizminə baxaq. Bilirik ki, bu diodun bu tərəfi müsbət olur, bu tərəfi mənfi, bu tərəf müsbət, bu da mənfi. Onda birinci diodumuz, buna birinci diod deyək, buna ikinci diod deyək. Birinci diodumuz tərs qoşulub, onda buradan cəryan keçməyəcək. Onda hələlik R3-ü saxlayaq ofsaytda. Onda cəryan əvvəlcə bu R2-dən, bir də bu R1-dən keçəcək. Dövrən ümumi müqavimətini tapaq, R əvvəl bərabərdir. R1 vur R2 paralel qoşulanda belə hesablanır. R1 üstəgəl R2. Yəni 30 vur 20, 30 üstəgəl 20. Bu da eləyir 600 bölünsün 50. İnşallah ki, düz hesablayıram. 600-ü də 50-yə böləndə olur 12. Deməli, R əvvəl bərabər oldu. R əvvəl deyəndə birinci hal üçün deyək, 12 oldu. Və biz buradan 10-u da tapaq. U bərabərdir. I vurulsun R. I əvvəl vur R əvvəl. I əvvəl nə qədərdir? 24. 24 vur 12. Bu da eləyir 288. Bu da sabitdir. 288 qalsın. Sonra qütbləri dəyişirək. Qütbləri dəyişəndə nə baş verir? Qütbləri dəyişdiyimiz zaman bu tərəf olur mənfi, bu tərəf olur müsbət. Onda bu mənfi mənfiyə düz qoşulub, yuxarıdakı diod, buna 2 demişdik, 1 diod. Onda 1 düz qoşulub, 2 tərs qoşulub. Mənfiyə müsbət. Onda yuxarıya cəryan getməz. Onda cəryan buradan, bir də yuxarıdan gedir. Əslində cəryan gedir, çox cüzi olduğuna görə biz bunu yazırda, burada da yazıb ki, tərs diodu cəryan keçirilmir, qəbul eləmişik. Hə, indi tapırıq R sonu. R son bərabərdir. R2 vur R3. Artıq bu ikisindən cəryan keçəcək. Bölünsün R2 üstəgəl R3. Yəni 20 vur 80 bölünsün 20 üstəgəl 80. Bu deyiləyər 16. İndi cəryan şiddətini tapa bilərik. I son bərabərdir. U bölünsün R son. U bizdə 288 idi. Böləcək onu 16-ya. O da eləyəcək 18 milliamper. Cavab 18. 55-ci sual. Hansı mülahizələr doğrudur? Bir cism maqnit sahəsində qapalı keçirici ABCD konturunu hərəkət etdirdikdə CD hissəsində maqnit nüqsə vektoru şəkil müstəvisindən perpendikulyar istiqamətdə bizə doğru yönəlmişdir. Hansı mülahizələr hər halda doğru olduğunu soruşur. İndi burada görürük ki, çərçivə maqnit sahəsini çıxır. Yəni, çıxır, fakt görürük ki, bu çərçivə buranı tərk edir. Burada isə yazır ki, maqnit sahəsində hərəkət etdirirlər. Yəni, bu hələ maqnit sahəsini tərk etməyib. Yaxşı olardı ki, bura yazsaydılar ki, maqnit sahəsindən çıxan zaman bu cümləni əvəz etsəydilər, daha yaxşı olardı ki, şagird anlaşılmaz vəziyyətdə qalmasın. Hə, indi burada kontur maqnit sahəsindən çıxarıldıqda və ya daxil etdikdə maqnit seli dəyişdiyinə görə, indi bizim baxdığımız məsələdə maqnit seli azaldığına görə biz qaydaya bilirik ki, induksiya cərəyanı yaranması üçün maqnit seli dəyişməlidir. Maqnit selinin dəyişməsi üçün də kontur ya sahəyə daxil olmalıdır, ya da sahədən çıxarılmalıdır ki, orada yaransın. İndi buradan çıxardığım zaman maqnit seli dəyişir, maqnit seli azalır, maqnit seli azaldığı üçün EHG yaranar. Bir doğru variantdır. EHG yarandığına görə induksiya EHG-si də özdə epsilonu BLV sinus alfa ilə tapılır. İnduksiya EHG-si yarandığına görə induksiya cəryanının da yarandığını söyləyə bilərik. 3 də doğrudur. İndi burada Lens qaydasını biz tətbiq etsək, Lens qaydası. Lens qaydası odur ki, konturun maqnit sahəsi var idi və üzr istəyirəm, xarici maqnit sahəsi var idi. B, bir də induksiya cəryanının yaranmasından dolayı yaranan maqnit sahəsi var idi. BI. Lens qaydasına görə əgər maqnit seli azalarsa, yəni sıfırdan kiçik olarsa, B ilə B induksiya eyni tərəfdə olur.
Yəni, bu bizim məsələ aiddir. Çünki azalır. Deməli, bu konturun içində yaranan maqnit sahəsi, yəni B induksiyada nöqtə şəklindədir. Yəni, şəkil müstəvisindən bizə doğrudur. Onun üçün də sağ yivli burğu qaydasına görə bu konturda induksiya cərəyan istiqaməti saat əqrəbi yoxsa saat əqrəbinin əksi olduğunu deyə bilərik. Belə ki, sağ evli burqu indi mən çox təəssüf olsun ki, bunu mən burada sizə göstərməyəcəm. Ta ki, hər tərəf iyidir. Baş barmağı mən B-yi tərəfə tuturam və görürəm ki, konturda saat əqrəbinin əksi istiqamətində cərəyan yanır. Çünki əlimiz sağ ivli burğu qaydasını tətbiq etsəm, baş barmaq bizə doğru gəlir. Onda konturda saat əqrəbinin əksi istiqamətində induksiya cərəyanının yarandığını söyləyə bilərik. Onda deməli, AB-də aşağıya doğru induksiya cərəyanı, burada həmin cərəyan sağa, bu tərəfdə isə yuxarıya doğru, bu tərəfdə isə sola doğru cərəyan yaranacaq. Deməli, CD hissəsində cərəyan D-dən C-yə doğrudur. D-dən C-yə doğrudur. Yəni, bu testin doğru cavabı olacaq 1, 3, 5. Növbəti sual. Yalnız sürtünmə qüvvəsinin təsiri altında 20 metr saniyə başlanğıc sürətə hərəkət edən cisim 4 saniyə sonra dayanır. Yəni, bunun tormuz müddəti 4 saniyəyə bərabərdir. Sürtünmə əmsalı soruşulur bizdən, mü-nü soruşulur. İndi T tormuzun düsturunu yazırıq. T tormuz bərabərdir. V0 bölünsün mü-J. Buradan mü-nü tapanda V0 bölünsün J-T tormuz. V0 bizə 20, J 10-dur, T-dəki 4-dür. Bu da eləyər 0,5. Sürtünmə əmsalında vahidi yoxdur, bilirsiniz. 57. Biriniz elektrik sahəsinə daxil olan zərrəciklər üçün uyğunluğu müəyyən edin. Deməli, müsbət yükə təsirin elektrik qüvvəsi Y istiqamətdə, mənfi yükə təsirin elektrik qüvvəsi isə Y-nin əksinə daxil olur, əksinə yönəlir. Neytrona isə elektrik sahəsi tərəfindən qüvvə təsir etmir. Onda bu bircins elektrik sahəsi olduğuna görə birincisi bərabər yeyinləşən, ikincisi bərabər yavaşayan, üçüncüsü isə bərabər sürətlə hərəkət edəcək. İndi burada görürük ki, şəkildə bunların hər hansının öz başlanğıc sürəti var. Yəni, başlanğıc sürət olduğuna görə qrafik bu sıfırdan yox, müəyyən bir qiymətdən başlasa daha yaxşı olardı. Burada. İndi birinci bəndə gedəcək yeyinləşən hərəkətlərinə görə A, bu da yeyinləşən hərəkət olduğuna görə B. İkinci elektron üçün 2 yavaşayan hərəkət olsun, 2-yə gedəcək C. Üçüncü bərabər sürətlə hərəkət etdiyinə görə bu sualın cavabı olacaq D və Y variantı gedəcək. Beləliklə, qapalı sualları izah elədik. Gəldik situasiya sualına. 58-ci sual. Təsvir edilmiş təcrübədə K açarının qapalı halında nal şəkilli maqnitin qolları arasında AB naqili maqnitdən tələnib dövrədəki rezonansın C sürgüsünü sola hərəkət etdirdikdə alfa bucağı necə dəyişər? Cərəyan mənbəyinin daxili müqaviməti nəzərə alınmır, uyğun düsturla yazaraq cavabınızı əsaslandırın. Cərəyan, baxın, bu müsbət tərəfdən başlayır, baxın, buradan keçir, rezostatın bu sürgüsündən keçir, baxın, bu naqildən təzdən gəlir, dövrə qapanır. Yəni, rezostatın şəklini buradan çəkim sizin üçün. Rezostat bu şəkildədir. Bu rezostatın sürgüsünü sola hərəkət etdirir. Da ki, bu əvvəlki versiyadır. Burada göstəririk. Bu 51 uzunluqdur. İndi bu rezostatın bu sürgüsünü sola hərəkət etdirdəki vəziyyətə bir baxın siz. İndi buradan gəlir, bu hissədən keçir, gedir. Bu da növbəti uzunluqdur. Görürük ki, uzunluq artdı. Uzunluq artsa R bərabər rho L böl S düsturuna görə uzunluq artırsa R də artır. Ohm qanununa görə I bərabər U bölünsün R. R artırsa cərəyan şiddəti azalacaq. Amper qüvvəsinin düsturunu yazırıq. Amper qüvvəsinin düsturu
IBL sinüs alfadır. Bu alfa deyil, qarışmasın deyə bura mən bir dənə beta yazıram. Beta induksiya vektoru ilə cəryanlı naqil arasında qalan bucaqdır. İndi cəryan şiddəti azaldığına görə amper qüvvəsi də azalacaq. Yəni bu maqnitdən bu aralayan qüvvə ki var, amper qüvvəsi, o artıq azalacaq. Əvvəlki kimi olmayacaq. Onda bu şəkil bu vəziyyətdə olacaq. Baxın, biraz geriyə doğru sanki getmiş olacaq. O belə bir vəziyyət alınacaq. Onda təbii ki, bu alfa bucağın qiymətinə fikir verirsiniz, alfa bucağın qiyməti azalacaq. Çünki naqili maqnitdən itələyən qüvvə, amper qüvvəsi azalacaq. 59. Qravitasiya sahəsinin intensivliyinin yer səthindən olan hündürlükdən asılı qrafiki verilmişdir. Grafikin A nöqtəsinə uyğun hündürlüyü yerin radiusu R ilə ifadə edin. Deməli, burada görürük ki, qravitasiya sahəsinin intensivliyi 4 dəfə azalıb. Şifahi demək olar ki, onda H R-ə bərabərdir. Amma şifahiyə burada bal verməyəcəklər. Ona görə məcbur düsturu yazmalıyıq. Deməli, JH bərabərdir. J M bölünmüş R plus H-ın kvadratı. Digər tərəfdən yer səthi üçün qiyməti yazırıq. J M böl R kvadrat. Tərəf-tərəfə bölək. Gəlin JH-ı J0-a bölək. Görək nə alır? Alırıq ki, J M R plus H-ın kvadratı bölünsün J M R kvadrat. Burada ixtisarlar gedir. J-m'lər gedir. Tərsinə qalxır. Demək olacaq R kvadrat bölünsün R plus H-ın kvadratı. Kvadratı hər ikisinə gətirsək, yazarıq JH bölünsün J0 bərabərdir. R bölünsün R plus H-ın kvadratı. İndi belə bir düstur aldıq. Görürük ki, bu 4 dəfə azalıb. Demək, bu nisbətin yerinə yazacağım mən 4-də 1. Hər tərəfdən kök alıram, olacaq R plus H bərabərdir 2-də 1. Buradan da H-ın R olduğunu alarıq. Nəhayət 60-cı sual. Delta U Q'dən asılı qraf verilib. Bucaq 45 dərəcədir. Belə bura delta U'dur. Bura Q'dur. Deməli, Q'nun delta U'ya nisbəti, yəni bitişik ya da ki, belə deyək. Delta U'nun Q'ya nisbəti, delta U'nun Q'ya nisbəti, qarşıdakı katetin, bitişik katetin nisbəti tangensi verir. Tangens 45 dərəcədə də 1 alır. Deməli, delta U Q'ya bərabərdir. Delta U nə zaman Q'ya bərabər olur? Baxın, Q bərabər A eşitdirik plus delta U'dur. Əgər delta U Q'ya bərabərsə, deməli A eşitdirik 0 imiş. A eşitdirik nə zaman 0 olur? İzoxor prosesdə 0 olur. Yəni bu prosesdə V sabitdir. İzoxor prosesdir. Onda izoxor prosesdə həcmin temperaturdan asılı qrafiki bu şəkildə olacaq. Çünki temperatur daxili enerji artdığına görə temperatur da artacaq. Beləliklə, əziz abituriyentlər, 14.07.2024-cü ildə qəbul imtahanında ispat olunmuş fizika suallarını izah elədik. Bu videoda faydalı məlumatlar əldə etdinizsə, kanala abunə olub, dostlarınızla paylaşmağı unutmayın. Sağ olun, gələn dərslərdə görüşmək ümidi ilə.